İkisi de kendileri 15-5'de kendileri ıslatırlar. Ama zaten ıslatırlar. Yani bu rayonlardan bir de Hamdani'nin öz rayonu, Sabirabad rayonlarından ve Sabirabad rayonu Azerbaycanımıza 240'dan çok elma var. Əməklərini qonaqlarından başqa müştərilərə də söylüyor. Vətəndə də vətəndən kənarda dünya ölkələrdən Sabirabadlar axtarılır. Çoxdur. İcada var. Və onların 95 nəfər professor. Mesela 150'ye nəfər elmlər topluyor və bunlardan da biri ilə məclisimizdə iştirak edib. Şimdi Sabirabadın əqrədiyində mənlə də çiğ-çiğlə deyil, işləyib, Bakı Dövlət Universitetinin tarih üzrə təsəvvət oxucaqlarından həm də çox gözəl kitablar müəllifidir. Hətta bir neçə kitablar bir yerdə işləmişdir. Həm Sabirabadın, həm Zəngilanın digər kitabları da şəhərimizdə Milli Kitabxanada da tərcüman mərasimi yüksək səviyyədə oldu. Birisi təqaüdsüdür. Doğrudan da mən elə bilirəm ki, bugün Rəsulüzər mükafatı laqiyyatı, indi süzüllərdə siyah keçər ki, o nələr gəlir deyil. Ya da hamıca sizin buyurun, açın. Teşekkür ederim. Kıymetler teşekkür ederim. Ben programın iştirak ettiğim için çok gururluyum. Sevinirim. Ben de size çok değer veriyorum. Sizlerin varlığına böyle değer verdiniz. Onu yüzünü şıklandırdınız. Tabii ki Facebook'ta dostumuzda çok sayfalar var. Ama o sayfalar biri maraklanmadı o yazın ama siz maraklandınız maraklanmadı məlumatı verdik. Demek ki ziyalılık, ayrılık insanlığından gelir. Ben sizin kitabınızda burada baktım. Güzel şiirler var, güzel fikirler var. Uğurlar arzu ediyorum size. Bol olsun ve Sabirabad'dan birine bir oğlunun biri yarışında olması beni çok sevindiriyor. Ve ürəyim açılır, çok minnətdarım. Ben de önemli imkan baktım. Şeyler burada. Dünya devlet hazımızın hatta dərsi sözüz ki, yol olsa bilen, bize mesela kaldırır. Hörmətli hazımızda da iki kitaplarda dərslikdə istifade eləsin. Bekar Allah'tan, istifade deyirlər, misal üçün deyir, yani ve həqiqətən insanlara geçmək istər mi? Fikirləşirəm ki, rəhbər gedir digər rəhbərlərdən danışır. Mən açıq deyim. Tutaq ki, prezident Ali Başkanından gedir Rusiyanın rəhbəri ilə Putinlə sözləşməyi danışırlar. Təbii ki, bu bağlı qapı ola bilər. Üniversitədə yaxınlıqda iştirak edən ola bilər. Amma o təxəyyüldən yarasa mənzər verəməkdir. Və bu ortaya. İndi o varsa tutacaq. Bəlkə də oxusun. İndi bayağı mən toxundum. Yəni, İran elə məmləkətdir ki, bizdəki əhalidən çox bizimkilə buradadır. Yəni, o bizi həmişə düşündürməlidir. Bunların halidir, gələcək. Elə-belə deyil ki, təbliğ partiləri. Amma Günhan mənim onu bilmək, o rəssam qardaşımızı çəkir, Günhanın eynəkli şəklini tutar. Onu təsəvvür elədiyi kimi. Günhan da öz yaratıcı girişini, zərbi elementində təxəyyülün, təfəkkürün qoyub ortaya çıxarır. Mədəni tarixinin oxucu kimi. Baxıram, yanaşma hansı uzaq, baxırsan bax. Əsas olduğu ki, o var, o düzdür. İran öz məmləkətini, Türkiyə, həmin ki, Azərbaycan, biz də BMT-də mandat alanlarla, bizim orada xarşı siyasətimiz var. Bu qasım müqaviləsi deyək ki, Naxçıvan Azərbaycan müqaviləsi bizə daxil olur, amma iki şərtlə görə, ya bir xarşı siyasət olmamalıdır,
Ziyəddin müəllimlə doğulu, onlardan fərqlidir. Ən aşağı görə ki, hər səbəbkara hörmət dəniləsində, həm də elə ədəbiyyat kitabı. Buyurun Ziyəddin müəllim, söz sizin. Sanatlı kəndindən Mars, Sanat, buyurun. 5 gündə inanılmaz olub 87 yaş. Hamınızı salam edirəm. Mənim üçün böyük tədbir, böyük gün, böyük məclis çox xoşdur. Çünki yığıldığımız bu məclis mənim üçün çox əziz bir adamın məclisidir. Buna mən sizi təbrik edirəm. Növbəti kitabımızın işıq gördüyü münasibəti. Mən çox dostluğumuzun böyük tarifi olmasa da bir 10'da yakınım. Yeşilxana çıkmasın, kitaplarında çıkışlar edildi, güzel makaleler yazmıştır. Bir kitabın redaktörü olmuştur. Ona göre ben onu çok sahili bir takasız kimi tanıyıram, yaratıcı bir insan kimi tanıyıram. Hem de çok bir güzel yoldaşlığı, insaniyetliği bilmiyorum. Tamam ayrı sahili adamları nedense bizi bağlayan çok məqamlar var. Ben doğrusu kitabı hala okumamışam. Bir baktım. Ama evvelki kitabını okumuşam. Kelamlar kitabından ve yazdığı məqalələrdə ön söz kitablarına yazdığı məqamlardan müəyyən kelamlar çıkardık. Özüm için getirmişim. İcazenizden buradan okuyardım ve çekilirse karşılayan bunu üzür hesabı. Çünkü Günhan Müəllimin o kadar güzel kelamları var ki ben sonra da fikrimi diyeceğim. Onu yaşatmak lazım, kıymet vermek lazım. Onu yaratmak, geçirmek, başka bizden sonra gelen nesile ötürmək lazımdır. Mesela elə bir kelamları var. Yaratıcı ol ki, yaradan seni yarattığından emin. Kızının da parlaması için üzerine düşmeli. Abırlı günahkar için cehenneme olduğundan çok rüsvayçılık korkulur. Nefsle iyilenmek, üstletme malum. Onun çuluklanmak, tedbirlerini laf geçer vakitten çuluklamak lazım. Ayağını çok bezeysen, ayağınızı çok bezeseniz emin olun ki geçmiş vaktinizi de onunla mübahisə edecektir. Dostlar üzerine yarış yanında bereket getirir. Şahit kanı köklerinde ise vətən ətir saçır. Bunlar demekle sözümler, bilimler. Biz həmişə tez-tez istifadə edədiyimiz atalar sözləri, müəyyən kəlamlar işlətdiyimiz nədir bunlar? Hamısı Günhan Müəllim kimi yaddan çıxmış, kime tatlı, aittir mesela yaddan çıxmış adamlardır. Günhan kimi, Günhan kimi mütəxəssislərin. Mən dediğim sözün əsas nədir? Yani biz birbirimize kıymet verək, onu yaratıcıdan kıymet verək, onu yaşamak, onun için büyük bir şey lazım değil. Ne eser yazmak, ne o şey yazmak lazım değil. Sadece yazdığımız eserlerin başlarında onun müəyyən fikirlerine istat koymak basit. Biz birbirimizi yaratmalıyız, birbirimizi fikirlerimizi niye itmelidir?
yaddan çıkmış müellife de Tenhan kimi adamlar var. Sağ olun. Ve hesap verilmedi, kıymet var, kıymet vermekte de alim öğreticiler hem de o şirin şekil lehçesiyle. Mesela deyilmez ki, şekiller gözler danışır. Demek gözler danışan adam gözler de fikirleşir. Her şeyde lehçeden. Buyurun, kıymet var. Hem de kıymet var. Günahı çok isteyen ziyanlardan. Seçilmiş eserlerin sonunda bak bu adı bilmek meselesi değil. Adı olmak sonra ben beslenmişim ki her de adı olmak. Yani mütefessirlerle sonunda. Demek sizin bir grubu bu yaşıyor. Dikkatli özüne cəlb etmək istəməyən ama o çağda insan seviye sözünün altında her yerine koyuyor, sözünü de koyuyor, sözlerle kucaklaşıyor, sözün her şey kucaklaşıyor, verme sahibi, insanlığa sahip, şəxsiyyətliyə, ziyalığa sahip kimsələrdən ki, özlədiyi ki, Allahsızdan qorxma, Allahsız olma. Yəni, o heç vaxt Allah'ı unutmayan bir şəxsiyyət. O çox nadir bir şey. Mənə elə gəlir ki, çox bilikli, ziyalı, zəkalı, erudisiyalı bir ziyalımızdır. Hazır alimimizdir, tədqiqatçımızdır, ədəbiyyatşünasımızdır. Şairdir, yazıcıdır, bu tərəflərə gitmək istəmirəm, yəni o kitab hər şeyi oxuyub. O niye nadir işlemek istiyor? Ben o çıkışa hiç hazırlaşmadım. Ama o bütün hayatını gözümün önünde. Yani ben her şeyi yapmasam. Yani kaç yapmayı da bakıyorum. Siz duymanla görmüşüm de burada size yapmaya ben için hayatta bir meyyarda insanım. Eğer ben karşımdaki, yanımdaki, arkamdaki ve bu yolun yolcusu bir şəxsiyyətsə, mənim üçün onun yaradıcılığın səviyyəsi o qədər önemli değil. Əsas insan sözünün arkasında duran bizi dediği sözə həmişə o bizdə bir söz var, sözünü mütə olabilirsin. İmam Məzun biz bütün değerlerde bu